Salam hörmətli 90+ kanalının izləyiciləri. Heç düşünmüsünüzmü? Səfəvilər dövləti bu gün güclü halı ilə var olsaydı necə olardı? Bu gün daha bir maraqlı rubrika ilə qarşınızdayıq. Rubrikamızın adı 11'lik adlanır və müəyyən kateqoriyaya uyğun heyətləri sizin nəzərinizə çatdıracaq. Bu videomuzda ya Səfəvilər dövləti dağılmasaydı, milli komandamızın heyəti necə olardı? Onu danışacağıq. Bu tip videoların davamı üçün kanalımıza abunə olub videonu bəyənin, biz də başlayaq. Heyəti yığmamışdan əvvəl bəzi tarixi məlumatları nəzərinizə çatdırım. Səfəvilər dövlətinin ən güclü dönəmi 16-cı əsrdə əvvəlcə 1-ci Şah İsmayıl, daha sonra Şirvanşahların da qatılması ilə birgə 1-ci Şah Təhmasib dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İran, İraq, üzü qara Ermənistan və biraz da Türkiyə əraziləri daxil idi. Ancaq biz məlum səbəblərdən Ermənistanı və Osmanlı ilə münaqişələrə görə Türkiyəni bu siyahıdan xaric etdik. Bunları bilərək videonu izləsəniz yaxşı olar. Qapıda Gürcüstan millisinin və Liverpoolun futbolçusu Georgi Mamardaşvilini seçdik. Mamardaşvilinin Liverpoolda Alissondan sonra artıq əlcəklərə sahib olacağını düşünürük. O 26,6 milyon avroluq dəyəri ilə heyətimizdə ən bahalı 3-cü futbolçudur. Müdafiənin sol cinahında Qarabağ və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevi yazdıq. Çempionlar Liqasında da bir dəfə oyunun adamı seçilən futbolçu bizə görə Səfəvilər millisinin sol cinahında da normal oynaya bilər. Hal-hazırda dəyəri 1,1 milyon avro olan futbolçu əgər Avropaya gedə bilsə, bu dəyəri dəfələrlə artıra biləcəyinə inanırıq. Müdafiənin sağ cinahında daha bir gürcü futbolçu Georgi Koçolaşvilini yazdıq. Hamburqda oynayır, əsas heyət üzvüdür və transfer dəyəri 3,2 milyon avrodur. Müdafiənin mərkəzində Qarabağ və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə şans verdik. Elvinə dediyimiz bütün sözlər Bəhlula da aiddir. Bəhlulun hal-hazırda transfer dəyəri 1 milyon avrodur. Müdafiənin mərkəzində digər futbolçumuz isə Özbəkistan millisindən Abdülqadir Xusanovdur. O Manchester City'də top qovur və bugünkü transfer dəyəri 34 milyon avrodur. Xusanov heyətimizdəki ən dəyərli ikinci futbolçudur. Keçdik yarım müdafiəyə. Yarım müdafiənin sağ tərəfində İraq millisinin üzvü Zidan İqbal yer alır. Zidan İqbal Manchester United yetirməsi olsa da hal-hazırda Utrechtdə forma geyinir. Gənc futbolçunun transfer dəyəri 4 milyon avrodur. Yarım müdafiənin digər tərəfində daha bir gürcü futbolçu Georgi Koçoraşvili oynayacaq. Nə oldu elə gürcüləri yığmısan ki dediyinizi eşitdim. Bəylər, adamlar həqiqətən də çox inkişaf ediblər, mən neyniyim? Koçoraşvili qaqamız da Sportingdə oynayır və transfer dəyəri 6 milyon avronu keçib. Hücumun sağ cinahında PSG-də forma geyinən gürcü futbolçu Kviça Kvaratskhelyanı yazdım. 95 milyon avroluq dəyəri ilə heyətimizdəki ən bahalı futbolçudur. Kviçanın atasının, yəni Badri Kvaratskhelyanın da vaxtı ilə bizdə oynaması futbolçunu bizə biraz da doğmalaşdırır. Hücumun sağ cinahında Qazaxıstan millisinin və Chelsea'nin 18 yaşlı futbolçusu Satbayev yer alır. Futbolçu gələcək vəd edən biridir və Səfəvilər millisinə gələcəkdə çox şey verə bilər. Satbayevin transfer dəyəri 3 milyondur. Hücumun sivrisində 2 futbolçu yer alır. İlki İran millisindən Mehdi Taremidir. Futbolçu hal-hazırda Olympiakosda oynayır, ancaq bundan əvvəl Inter və Porto kimi komandalarda da oynayıb. Onu heyətə almasaydım olmazdı. Daha bir hücumçu isə Özbəkistan millisindən Eldor Shomuradovdur. Bu futbolçu hal-hazırda Başakşəhərdə oynasa da, vaxtilə Romada Mourinho'nun göz bəbəyi idi. Bəli dostlar, Səfəvilər millisinin heyəti bu cür oldu. Sizcə bu millinin baş məşqçisi kim olmalıdır? Bu milli Avropada nəsə edə bilərmi? Fikrinizi kommentlərə yaza bilərsiniz.